Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 2 nömrəli tam orta məktəbdə oldu. 71 məzunu yola salan bu məktəb həmişə öz qabaqcıl və uğurları ilə seçilib. Məktəbdə Respublika üzrə fənn olimpiyadasında qalib olanlar var ki, onlar gələcəkdə bu məktəbin adını daim ucalara qaldıracaqlar. Məktəbin direktoru Mehbari Əhmədova məzunları təbrik edib, onlara yeni həyatlarında yeni uğurlar arzulayıb. Bu illəri 24-25-ci tədris ilində 71 şagirdimiz məzun olur. Çox sevincli ildir ki, ilk dəfə olar demək olar ki, 2 şagirdimiz döş nişanı ilə bitirəcək məktəbi, 6 şagirdimiz fərqlənmə attestatı ilə, 63 şagirdimiz isə adi attestatla orta məktəbi bitirəcəklər. Hər bir şagirdimizə uğurlar arzulayırıq. Artıq bilirik ki, hansı şagirdlərimizin balı 650-dən yuxarıdır, 600-dən yuxarıdır. Hər biri öz övladımızdır, təbrik edirik, bağrımıza basırıq. Gələcək illərində, yollarında həmişə məktəbimizin adını uca eləsinlər, bizlərə layiq övlad olsunlar inşallah. Bugün 11-cilərin üzlərində gülüş, qəlblərində bir sevinç vardı. Hamı əylənir, deyib gülüb xatirələri yada salırdılar. Bugün hər bir şagird bilirdi ki, bu sonuncu zəngdir. Onlar bu zəngi bir daha eşitməyəcəklər. Ancaq buna baxmayaraq doya-doya əylənib, deyib gülüb rəqs edirdilər. Axı gün onların günü idi. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 5 nömrəli tam orta məktəb də öz uğurları ilə həmişə göz qabağındadır. Bugün məktəbdə sonuncu zəng tədbiri keçirildi. 11-cilər öz müəllimlərinə olan sevgilərini bugün bir daha sevə-sevə nümayiş etdirirdilər. Kimisi ağlayır, kimisi gülürdü. Kimi də hələ bu günü hiss etmirmiş kimi dayanmışdı. Bugün onlar sonuncu dəfə zəngin səsini eşidəcəkdilər. Məktəbin direktoru Səlim Məmmədov qeyd etdi ki, bu məktəb hər il savadlı və istedadlı məzunlar yola salır. Bu il də belədir. Respublikada bütün ümumi təhsil məktəbləri son zəng salınır. Masazır kənd 5 nömrəli tam orta məktəbinin 104 şagirdi artıq bu gün məzun olur. Onlar müstəqil həyata qədəm basdılar bu günləri. Onlar daxil olmaq Azərbaycanda məzun olan hər bir kəsə mən uğurlar arzulayıram. Bundan yolları açıq olsun. Hər sinif özünə məxsus tərzdə geyinmiş, yaxalarında məzun sözü yazılmışdı. Bu təkcə yazı deyildi, yeni həyata addımlarının atılması idi. Məktəbdə çalınan son zəngdə bugün şagirdlərlə yanaşı valideynlər də iştirak edirdi. Hər bir valideyn övladının xoş gününü görmək üçün yığışmışdı. Çünki məktəbi bitirən bu məzunlar gələcəyə qədəm qoyurdular. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Azim Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbdə də son zəng çox maraqla qarşılandı. 11-cilər dedilər, güldülər, rəqs edib əyləndilər. Bir çoxları artıq tələbə adını da qazanmışdı. Onlar üçün bugün 2 qat bayram idi. Sevinç yaşayan məzunlar müəllimləri ilə rəqs etdilər. Bax budur qürur, hörmət və səmimiyyət. Məktəbdə diqqətimizi çəkən bir məqam oldu. Hamı ağlı qaralı geyinmişdi. Ağlı qaralı geyimləri ilə həyatın rəngarəng yollarına qədəm qoyurdular bugün. Həyatınız səma qədər aydın olsun əziz 11-cilər. Cəmilə Nəsir qızı, Kamil Quliyev bugün informasiya proqramı üçün. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri